40 ildən sonra yer kürəsində buz dövrü başlayacaq. Rusiya və Finlandiya alimlərinin apardığı birgə araşdırma yer kürəsinin yaxın 10 illiklərdə əhəmiyyətli dərəcədə soyuyacağını və bu prosesin yeni kiçik buz dövrünə səbəb ola biləcəyini göstərir. Bu barədə Geosciences elmi jurnalında dərc olunan məqalədə məlumat verilib. Araşdırma Rusiya Elmlər Akademiyasının Kola Elmi Mərkəzi və Finlandiyanın Təbii Sərvətlər İnstitutunun alimləri tərəfindən aparılıb. Onlar son 7600 ilə aid ağac halqalarının xronologiyasını təhlil edərək süni intellektin köməyi ilə yer kürəsində növbəti ciddi soyuma dövrünün 2063-2073-cü illər arasında baş verə biləcəyini ehtimal edib. Alimlər qeyd edir ki, bu cür iqlim dəyişiklikləri əsasən günəş aktivliyinin azalması və böyük vulkan püskürmələri ilə əlaqələndirilir. Günəşin zəifləyən aktivliyi hazırda müşahidə edilən qlobal istiləşməni bir müddət ləngidə bilər. Lakin uzun müddətli perspektivdə bu, bəşəriyyət üçün ciddi fəsadlara yol açır. Tədqiqatın nəticələrinə görə belə iqlim dəyişiklikləri 300-400 ildən bir təkrarlanır.